Salam aleyküm, hardayam, öçməli, qov yolunayam. Bir dənə sizin, evə bax, şəxsi tikili, 2 mərtəbə tipli, ağlaylı, solda bisetkası. Yəni, hazır, al, köç yaşa, qazı, suyu, işığı, yaşayış üçün hər şey mövcuddur. Yəni, bu tərəfdən də çöldə də ayaq olsu var. Hər tərəfdən məsafə gözlənilib. Baxın, həyat bazasına bax, çox gözəldir. Çöldən də ağlay vurulub. Gələndə inşallah özünüz də baxarsınız. Birinci mərtəbə ilə birinci tanış olaq, sonra keçək ikinci mərtəbə. Yəni burada hal-hazırda yaşayış yoxdur. Bu birinci mərtəbə. Bura bir səndən zalun. Burada da bir dənə yataq otağı. Yataq otağı. İstəsən mətbəxdə keçə bilərsən bura. Baxın. Burada bir dənə ayrıca otağın. Bu birinci mərtəbəyə aiddir. Qalxaq ikinci mərtəbədə tanış olaq. Burada da ayrıca şkaflar da hamısı yığılıb. Şkaf da burada. Burada otaqlara xoddur, gizli xodlardır var. Yəni inşallah özünüz baxarsınız. Burada şkaf. Qalxaq ikinci mərtəbədən tanış olaq. Bura ayrıca çay çörək yemək bisetko, yay mətbəxdir orada düzəldiblər. Bunun altı splaşnoy çəndir. Su basenasıdır. Yəni burada ayrıca moykun suyun zadı hambaba altı splaşnoy çəndir. Üstü bisetka. Qalxır indi yuxarıdan tanışalar tam təmirdir. Tam təmir. Yəni bu tərəfdən də evin yanına keçməyə məsafə gözlənilir. Baxa bilərsiniz. Ev elə bundan sonra başlayır. Baxın, qalxdıq bura. Bura balkon kimisi, mənzərəsi normaldır. Koridordur. Buradan gəldi, bir dənə burada geniş zalıdır. Bütün otaqların radiatoru var. Baxın, bütün otaqların radiatoru var. Təmiz səliqədə hazır al. Yəni bir mahtama pul qoymaya ehtiyac yoxdur. Götür yaşa. Buradan gəldi, bir dənə də burada geniş yataq otağıdır. Otaqların ölçüsü çox genişdir. Yəni özünə tikdiyi evdir. Qiymət haqqında da məlumat verəcəm sizə. Qiyməti deyim, sonra o otaqları seçim. Qiymət deməli 95 min deyir. Real puldan gəl, deyir özüm endirim eləyəcəm. Özü gəlin, razılaşın. Buradan gəldi, bir dənə burada yataq otağı. Yəni bütün pəncərələrə işıq düşür, gün işığı düşür. Yəni hamısı heç birinin zabor tutmur da. Buradan da gəldin, hamam sancılı aksesuarlar hamısı qoyulub, hazır. Yuxarısı asma tavan. Burada da bir dənə geniş mətbəxdir. 2 dənə mətbəxdir var. Bir yay mətbəxdir, bir də evin içərisində. Ölçüyə baxın, bunun ölçüsü yaxşıdır. Qiymət yaxşı, evin özü normal. O qiymətə görə normal qiymətdir. Yolu çox böyük, uzaq məsafədə deyil. Kanallar da hamısı var, mərkəz kanalizasiyasında var. Əlaqə saxlayın, hər qiymət əldə edə bilər. Kim də evin satırsa əlaqə saxlasın, yolunu qoyalım. Sağ olun.